və Rəqsanə İbrahimzadə hazırlıq prosesini izləyir. Elə istəyərdim ki, onunla bağlantı yaradaq, bizə informasiyaları ötürsün, vəziyyət necədir və hərəkətlik varmı? Hər vaxtın xeyir olsun Rəqsanə, salamlayıram səni. Salam Şinarə, hər vaxtınız xeyir olsun. Bəli, bugün Zəfər gününün 5-ci il dönümü münasibəti ilə tarix boyu müxtəlif hadisələrə, önəmli anlara şahidlik edən Azadlıq meydanında hərbi parad keçiriləcək və elə biz də hazırda yaradılan media mərkəzində həmin anları müşahidə edirik. Avtobuslarla yəni hərbçilər əraziyə gətirildi və son hazırlıq işləri görülür. Az sonra, saatlar sonra məhz burada Azadlıq meydanında hərbi parad keçiriləcək. Zəfər gününün 5-ci il dönümü münasibəti ilə Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan İlham Əliyev, onun Türkiyə ilə həmkarı Rəcəb Tayyib Ərdoğan, eyni zamanda Pakistanın baş naziri Şahbaz Şərif də məhz burada qonaq qismində iştirak edəcək. Yəni prezidentlərin də burada biz çıxışını müşahidə edəcək. Paralel olaraq yəni Zəfər gününün 5-ci il dönümü münasibətilə indi keçirilən hərbi parad artıq 2020-ci il sentyabrın 27-sindən etibarən 44 günlük vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra keçirilən 3-cü paraddır, hərbi paraddır. İlki 2020-ci ilin dekabrında keçirilib, növbətisi 2023-cü il noyabrın 8-də baş tutub Zəfər paradı keçirilib və indi də artıq 3-cü hərbi parad keçiriləcək və biz də həmin anlara şahidlik edəcəyik və yəni bu parad yəni elə digər dövlətlərin də media nümayəndələrinin də marağındadır. Biz Türkiyəli həmkarlarımızın da burada yəni paradı izlədiklərini müşahidə edirik. Eyni zamanda parad boyu aviasiya uçuşları, hərbi texnikaların, eyni zamanda silah sistemlərinin də nümayişi keçiriləcək və son hazırlıq işləri də görülür. Prezidentlər də burada, dövlət səviyyəli şəxslər də burada iştirak edəcək və bu baxımdan da təhlükəsizlik yoxlanılır. Onların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə son işlərdə görülür və bir məqamda qeyd edim ki, Türkiyə hərbi hava qüvvələrinə məxsus olan 6 F-16 qırıcısının da döyüş uçuşunu biz izləyəcəyik. Həmçinin öz yeni texnikalarımızın, hərbi texnikalarımızın da burada nümayişini, yəni onların da nümayişini izləyəcəyik və elə biz hazırda Azadlıq meydanında izləyirik buranı. Hökumət evinin qarşısındakı bir neçə həftə əvvəlcədən intensiv şəkildə hazırlıq işləri görülürdü. Hökumət evinin qarşısındakı ərazinin asfalt örtüyü də yeniləndi və siz elə həmin anlarda izlədiniz, həmin kadrlarda izlədiniz ki, yerdə xüsusi zolaqlar ayrılıb, rənglənib ki, parad boyunca hərbi texnikaların və hərbçilərin burada rahat şəkildə iştirakı təmin olunsun və Azərbaycan Silahlı Qüvvələri eyni zamanda Azərbaycan ordusunun bölmələrinin də hazırlıq işləri, məşqləri keçirilirdi və biz elə parad boyunca həmin anları izləyəcəyik. Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, hərbi və dəniz qüvvələrinin də biz birlikdə onların da elə parad boyunca hərbi yürüşünü izləyəcəyik və bizim möhtəşəm anlar gözləyir. Bugün bizim Zəfər bayramımızda 8 noyabr tarixində Qarabağın incisi, Qarabağın tacı sayılan Şuşa şəhəri işğaldan azad olundu və elə Şuşa şəhərinin işğaldan azad olunması ilə müharibənin taleyində həlledici an yaşandı və biz və Ermənistan ordusu geri çəkilməyə məcbur oldu, kapitulyasiya aktını imzalamağa məcbur oldu və elə 10 noyabrda da 3 tərəfli bəyanatla müharibəyə son qoyuldu və elə həmin an baş verənlərin nəticəsində biz növbəti yəni dövr ərzində də digər ərazilərimizin bir güllə belə atılmadan işğaldan azad olunmasını təmin edə bildi və elə 44 günlük vətən müharibəsi Cənubi Qafqazın son 10 illiklərdə gördüyü ən geniş və davamlı, mərhələli şəkildə aparılan uğurlu hərbi əməliyyatlardan biri oldu və nəticədə Azərbaycan ərazi bütövlüyünü tam şəkildə bərpa etdi. Suverenliyimiz bugün tam da artıq bölgədə yeni reallıqlar mövcuddur və biz də hazırda o möhtəşəm paradı izləmək üçün elə son hazırlıq işlərini müşahidə edirik. Son hazırlıq işləri bitdikdən sonra saat 1 tamamda artıq hərbi parad start götürəcək və dövlət səviyyəli şəxslər də burada iştiraki olacaq. Biz həmin anlarda izləyib ən son detallı informasiyaları sizin diqqətinizə çatdırmağa çalışacağıq. Təbii ki, 44 günlük vətən müharibəsi zamanı o qələbəni bizə yaşadan şəhidlərimizin də ruhu bugün şaddır. Çünki artıq bölgədə yeni reallıqlar mövcuddur və elə 44 günlük vətən müharibəsi ilə biz qələbəni təmin etdik və Azərbaycana qarşı digər dövlətlərin də mövqeyi dəyişir və bir məqamda qeyd edim ki, dedik ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan Baş naziri Şahbaz Şərif, Serbiya yəni Silahlı Qüvvələrinin Ali Qərargah rəisi
Masiloviç də burada iştirak edəcək və biz onların da elə parad boyunca yenə göstərilən nümayişi izlədiyini görəcəyik və aviasiya uçuşları da keçiriləcək. Elə biz bir həftələr öncəsindən həmin uçuşların məşqini görürdük. Məşqlər belə möhtəşəmdirsə, indiki məqamda elə hərbi parad boyunca həmin anlar daha da gözəl olacaq və hələlik son hazırlıq işləri görülür. Media nümayəndələri də buradadır, vəziyyəti izləyirlər, hazırlıq prosesini izləyirlər və hərbçilər də elə öz yerlərindədirlər. Avtobuslar vasitəsilə gətirildi. Əraziyə təhlükəsizlik işləri də görüldü, təhlükəsizlik yoxlanışları da aparılır və elə xarici ölkələrdən olan nümayəndələr, həmçinin Türkiyə ilə həmkarlarımız da buradadılar. Onlar da son hazırlıq işlərini müşahidə etmək üçün ərazidədirlər. Hərbi parad saatlar sonra başlayacaq. Biz o möhtəşəm ana şahidlik edəcəyik. Hələlik çatdıra biləcəklərimiz bu qədərdir. Söz yerdən sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsənə məlumatları bizə ötürdüyün üçün. Hələ ki, parad başlamayıb, hərbi parad başlayacaq qarşıdakı saatlarda. Biz isə hazırlıq prosesindən bəzi görüntüləri paylaşdıq və sizinlə